Kərim haqqında mövzu istəmirəm. Saxlayın da arxivdə, hər şey ola bilər. Bilmək olur ki, o nə yuvan quş olub. Yaşlandıqca baxırsan ki, bu get-gedə hansısa heyvana oxşuyur. Reytinq işləyirəm. Qeybət qıran qadının üzü çirkinləşir yaşlandıqca. Baxırsan, Allah, Madonnadır. Qeybət qırmayan qadının üzü gözəlləşir. Kərim hər nə etsə xətrimə dəyər. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Şairə Nazilə Səfərli gənc qalmağının sirrini açıqladı. Hər dəfə sizi görəndə, hər dəfə efirlərdə görəndə, belə canlı görəndə bir-birindən əlavə bir gözəllik qatqısı gəlir. Bilmirəm bu nədəndir. Yəni prosedur zət deyil, bilirəm. Qeybət qırmıram. Qeybət qıran qadının üzü çirkinləşir yaşlandıqca. Qeybət qırmayan qadının üzü gözəlləşir. Cümləniz sanki bir o sancma var, ilanın sancması. Reytinq işləyirəm. Reytinq işləyirəm. Qeybət qıranlar belə. Yəni ki, özünüz bilmirsiniz, məni danışdırırsınız. O, gözəlliyi ilə bir çox şou nümayəndələrinə acıq verdi. Bir insan bax, gənclik şəklinə baxırsam, Allah, Madonnadır. Yaşlandıqca baxırsan ki, bu get-gedə hansısa heyvana oxşuyur. Allah haqqı, hansısa heyvana oxşuyur insan cizgiləri get-gedə. Bax, o heyvan cizgiləri o insanın üzünə oturduqca bilmək olur ki, o nə yuvan quş olub. Söhbətimizə müğənni Kərim Abbasov da qoşuldu. Necəsən? Bu deyil? Ha, heç eşitirsən? Kərim. Salam aleyküm. Qeybətimi qırsın. Hər şey ola bilər. Yapamazsın. Nazır xanım deyir ki, qeybət qıranlar çoxdur Kərim. Yapamazsın söhbəti deyil. Yapmazsın. Yapmazsın. Evet. Yapamazsın yox. Yapmazsın. Niyə yapmaz? Yox, Mən çox bilirəm. istəyirəm oxumağı. Mən ümumiyyətlə Həqiqətən xoşlanmıram. Kərimi çox istəyirəm. Həqiqətən yaxşı uşaq. Evində olmuşam. Onun mahnısını ifa eləmişəm, sözlərini ifa eləmişəm. Səmimi bir etiraf eləyim. Əslində xoşdur belə bir səmimi bir dostluq görmək, münasibət görmək, amma hər dəfə belə səmimiyyət görəndən bir müddət sonra elə bir söz-söhbətlər baş verir ki, bu zamiyədə. Sən nəsə dedin də indi ki, öz fikrindən nəsə dedin. Yəni bəs böyük insanlarıq, yəni bizə yaraşarmı? Heç mi oldu bir aranızda bir sorğu? Öpürəm. Yaxşıdır, bax söhbətdən qaç. Kərim haqqında verdiyimiz hansı sual Naziləni özündən çıxartdı? Dəstək deyəndə onun dəstəyə ehtiyacı yoxdur ki, o özü kimə desən dəstək. Söz-söhbətlər olur, qalmaqalları, aləm qatır bir-birini, onu atır, bunu atır. Yox, indi o elə şeylər danışmaq istəmirəm. Kərim haqqında mövzu istəmirəm ümumiyyətlə. Şairəni şübhələrə salan hansı sualımız oldu? Yox, düzdür, mənim ona nə işim var? Saxlayın da arxivdə, hər şey ola bilər, amma inanmıram, Kərimdən gözləmirəm. Nə etsə Kərim sizin xətrinizə dəymiş olar? Kərim hər nə etsə xətrimə dəyər. Çünki mən ona yaxşı olmuşam, pis olmamışam. Səfərlinin tikanlı sözləri kimləri özündən çıxaracaq? Bu gözəlliyinizi nəyə borcluyuq, ay Nazilə xanım? Gözəlliyimi heç nə, şüit yeyirəm hər gün 10 dəstə. Günorta 5 dəstə, gecə yatanda 5 dəstə. O da iştaha küstürür. Az yeməyə başlayıram. Mədə-bağırsaq sistemi rejimə düşür və yavaş-yavaş arxalayıram. Bir də Misirdən bir dərman gətirmişəm. Biraz da var, satdıq, istəmirsən? İdman da eləyirdiniz elə, bunu idman saxlamışsınız? İdman hər gündən belə eləyəcəm. Üzürəm, eləyirəm də belə. Kərim haqqında mövzu istəmirəm. Saxlayın da arxivdə, hər şey ola bilər. Bilmək olur ki, o nə yuvan quş olub. Yaşlandıqca baxırsan ki, bu get-gedə hansısa heyvana oxşuyur. Reytinq işləyirəm. Qeybət qıran qadının üzü çirkinləşir yaşlandıqca. Baxırsan, Allah, Madonnadır. Qeybət qırmayan qadının üzü gözəlləşir. Kərim hər nə etsə xətrimə dəyər. Şairə Nazilə Səfərli gənc qalmağının sirrini açıqladı. Hər dəfə sizi görəndə, hər dəfə efirlərdə görəndə, belə canlı görəndə bir-birindən əlavə bir gözəllik qatqısı gəlir. Bilmirəm bu nədəndir. Yəni prosedur zət deyil, bilirəm. Qeybət qırmıram. Qeybət qıran qadının üzü çirkinləşir yaşlandıqca. Qeybət qırmayan qadının üzü gözəlləşir. Cümləniz sanki bir o sancma var, ilanın sancması. Reytinq işləyirəm. Reytinq işləyirəm. Qeybət qıranlar belə. Yəni ki, özünüz bilmirsiniz, məni danışdırırsınız. O, gözəlliyi ilə bir çox şou nümayəndələrinə acıq verdi. Bir insan bax, gənclik şəklinə baxırsam, Allah, Madonnadır.
yaşlandıqca baxırsan ki, bu get-gedə hansısa heyvana oxşuyur. Allah haqqı hansısa heyvana oxşuyur insan cizgiləri get-gedə. Bax o heyvan cizgiləri o insanın üzünə oturduqca bilmək olur ki, o nə heyvan quş olub. Söhbətimizə müğənni Kərim Abbasov da qoşuldu. Necəsən? Bu deyil? Ha, heç eşitmirsən. Kərim. Salam aleyküm. Qiybətimə qırsan. Hər Yox, şey ola bilər. yapamazsın. Nazan xanım deyir ki, qeybət qıranlar çoxdur Kərim. Yapamazsın söhbəti deyil. Yapmazsın. Yapmazsın. Evet. Yapamazsın yox. Yapmazsın. Niyə yapmaz? Yox, yox, Mən çox bilirəm. istəyirəm o konuyu. Mən ümumiyyətlə Həqiqətən xoşlanmıram. Kərimi belə çox şeylərdən. istəyirəm. Həqiqətən yaxşı uşaq. Evində olmuşam. Onun mahnısını ifa eləmişəm, sözlərini ifa eləmişəm. Səmimi bir etiraf eləyim. Səmimi bir etiraf eləyim. Əslində xoşdur belə bir səmimi bir dostluq görmək, münasibət görmək, amma hər dəfə belə səmimiyyət görəndən bir müddət sonra elə bir söz söhbətlər baş verir ki, bu zamiyədə. Nəsə dedin də indi ki, öz fikrindən nəsə Yox, dedin. ümumiyyətlə. Yəni bəs böyük insanlarıq, yəni bizə mi yaraşarmı? Heç mi oldu bir aranızda bir soru? Öpürəm. Yaxşıdır, var söhbətdən qaç. Kərim haqqında verdiyimiz hansı sual Naziləni özündən çıxartdı? Dəstəkdir, onun dəstəyə ehtiyacı yoxdur ki, o özü kimə desən O dəstək. söz söhbətlər olur, qalmaqalları, aləm qatır bir-birini, onu atır, bunu atır. Yox, indi o elə şeylər danışmaq istəmirəm. Kərim haqqında mövzu istəmirəm ümumiyyətlə. Şairəni şübhələrə salan hansı sualımız oldu? Yox, düzdür, mənim ona nə işim olur? Saxlayın da arxivdə, hər şey ola bilər, amma inanmıram, Kərimdən gözləmirəm. Nə etsə Kərim sizin xətrinizə dəymiş olar? Kərim nə etsə, Kərim hər nə etsə xətrimə dəyər. Çünki mən ona yaxşı olmuşam, pis olmamışam. Səfərlinin tikanlı sözləri kimləri özündən çıxaracaq? Bu gözəlliyinizi nəyə borcluyuq ay Nazilə xanım? Gözəlliyimi heç nə şüit yeyirəm hər gün 10 dəstə. Günorta 5 dəstə, gecə yatanda 5 dəstə. O da iştaha küstürür. Az yeməyə başlayıram. Mədə-bağırsaq sistemi rejimə düşür və yavaş-yavaş arxalayıram. Bir də Misirdən bir dərman gətirmişəm. Biraz da var satdıq, istəmirsən? İdman da eləyirdiniz elə bunu, idmanı saxlamısınız yoxsa? İdman hər indən belə eləyəcəm. Da üzürəm, eləyirəm də belə.